Heç fikirləşmisiniz, məsələn, sizin bank tətbiqinizdəki məlumatları qorumaq üçün arxada nə qədər mürəkkəb sistemlər, nə qədər rəqəmsal qalalar qurulub. Və daha da maraqlısı, təhlükəsizliyi üzrə mütəxəssislər bu qalaların möhkəmliyini yoxlamaq üçün onları necə sındırır? Bax, bugün biz məhz bu bitməyən pişik-siçan oyununun pərdə arxasına baxacağıq və görəcəyik ki, mobil tətbiqlərin ən güclü müdafiə mexanizmlərindən biri necə aşılır. Sizi nələr gözləyir? Əvvəlcə qarşılaşdığınız çətinliyin nə olduğunu anlayacağıq. Sonra bu rəqəmsal qalanı fəth etmək üçün istifadə olunan çox ağıllı üsullara baxacağıq və bunu həm Android, həm də iOS üçün addım-addım necə etdiklərini görəcəyik. Gəlin başlayaq. Bir anlıq təsəvvür edin ki, sizin işiniz bir tətbiqin içindəki ən gizli zəiflikləri tapmaqdır. Bizim məlumatlarımızı qorumaq üçün bu mütəxəssislər sanki tətbiqin kapotunun altına baxmalı, onun hər bir detalını anlamalıdırlar. Yaxşı, bəs tətbiqin özü qapıları bağlayıb buna icazə verməyəndə nə olur? Və işin ən maraqlı tərəfi də elə budur. Elə bir vəziyyət yaranır ki, tətbiq o qədər təhlükəsiz olur ki, onu daha da təhlükəsiz etməyə çalışan insanlar belə içəri baxa bilmir. Bu əsl paradoksdur. Bəs mütəxəssislər bu rəqəmsal seyfin kilidini necə açırlar? İndi isə gəlin tanış olaq testçilərin kabusuna çevrilən o güclü rəqəmsal qalayla sertifikat bərkitməsi. Bu, onların aşmalı olduğu ilk və bəlkə də ən hündür divardır. Deməli, məsələ nədir? Tətbiq çox, necə deyərlər, nazlı olur. O, sadəcə hər hansı etibarlı görünən sertifikatı qəbul etmir. Yox, onun yaddaşında cəmi bir dənə konkret sertifikat var və o yalnız və yalnız onunla danışır. Başqa heç kimlə. Baxın, bu fərq həqiqətən də çox önəmlidir. Solda, normal vəziyyətdə tətbiq, etibar məsələsində telefonun əməliyyat sisteminə güvənir. Amma sağ tərəfdə bərkitmə ilə tətbiq elə bil deyir ki, yox, əməliyyat sistemi. Mən artıq sənə güvənmirəm. Mənim öz bildiyim, öz güvəndiyim var. Məhz bu yanaşma testerçinin bütün alətlərini bir anda faydasız edir. Elə buna görə də bərkitmə testçilər üçün aşılmaz bir maneəyə çevrilir. Təsəvvür edin, onların bütün o mürəkkəb yoxlama alətləri bu divara çırpılır və tətbiq dərhal qapını üzərinə çırpıb əlaqəni kəsir. Testçinin işi demək olar ki, qeyri-mümkün olur. Yaxşı, divar bu qədər möhkəmdirsə, nə etməli? Bəlkə divarı yarmaq əvəzinə onun ətrafından dolanan gizli bir keçid tapmaq olar? Güc tətbiq etmək əvəzinə biraz fəncgir olmağın vaxtıdır. Bax, bu sitat məsələnin həll olunduğu o məşhur Evrika anını ifadə edir. Düşünün, bəzi kağız doğrayan maşınlar kağızı məhv etməzdən bir saniyə əvvəl onu skan edib bir nüsxəsini saxlayır. Bax, biz də eyni məntiqi tətbiq edəcəyik. Məlumatı məhv edilməzdən əvvəl ələ keçirəcəyik. Bu həqiqətən də çox ağıllı bir üsuldur. Çöldən qapını sındırmaq əvəzinə içəridən bir pəncərə açırıq. Deməli, nə baş verir? Birinci addımda tətbiq sistemə sualını verir. İkinci addımda bizim alətimiz bu sualı havada tutur. Və ən kritik məqam, üçüncü addımda sistemin yerinə özü cavab verir. Əlbəttə, hər şey qaydasındadır, tam etibar edə bilərsən. Nəticə, tətbiq aldanır və biz bütün trafiki rahatlıqla izləyə bilirik. Yaxşı, nəzəriyyə əladır. Bəs praktikada bu necə işləyir? Gəlin başlayaq Androiddən, dünyanın ən populyar mobil əməliyyat sistemindən. Əvvəllər bu iş sözün əsl mənasında baş ağrısı idi. Mütəxəssislər gah bütün əməliyyat sistemini sıfırdan yazmalı, gah da hər tətbiqi tək-tək söküb yığmalı olurdular. Təsəvvür edirsiniz, hər dəfə bir tətbiqi yoxlamaq üçün bu qədər əziyyət, amma xoşbəxtliklə dövr dəyişib. Və səhnəyə bu iki qəhrəman çıxır, Cydia Substrate Framework-u və Android SSL Trust Killer plugini. Bu ikili birləşərək bayaq danışdığımız o bütün mürəkkəb prosesi tamamilə avtomatlaşdırır. Proses kağız üzərində olduqca sadə görünür, elə deyilmi? Düzdür, birinci addım, yəni root əldə etmək özü biraz texniki məsələdir, amma onu həll etdikdən sonra qalanı demək olar ki, uşaq oyuncağıdır. Cihazı yenidən başlatdığınız anda alət bütün işi sizin üçün görür. Gəlin bu alətlərə biraz da yaxından baxaq. Soldakı Cydia substratı bir növ bünövrə, bir platforma kimi düşünün. O, bizə lazımi imkanları yaradır. Sağdakı Android SSL Trust Killer isə o, əsl işi görən ustadır. Bizim sehirli çubuğumuzdur. Və budur nəticə. Bütün bu əziyyət nəyə görə idi? Baxın buna görə. Bu gördüyünüz normalda heç vaxt görə bilməyəcəyiniz bir şeydir. Twitter kimi nəhəng bir tətbiqin bütün daxili yazışmaları, bütün AP trafikləri artıq bizim üçün açıq kitab kimidir. Həqiqətən də təsir edicidir. Yaxşı, Android-da anladıq, bəs Apple tərəfində vəziyyət necədir? iOS-də bu divarı necə aşmaq olar? Gəlin indi də ona baxaq. Prinsip əslində tamamilə eynidir. Sistemin daxili funksiyalarını aldatmaq,
Amma burada bir fərq var. Apple-ın dünyası bildiyiniz kimi daha qapalı, daha bağlı bir qutu kimidir və bu qutunu açmaq üçün əvvəlcə onun kilidini sındırmaq lazımdır. Bu kilit sındırma prosesinə də jailbreak deyilir. Jailbreak etdikdən sonra isə addımlar sizə çox tanış gələcək. Baxın, yenə də Cydia Substrate var, yenə də tələb olunan bəzi paketlər var və sonda da xüsusi bir plugin, yəni iOS SSL Kill Switch quraşdırılır. Məntiq dəyişmir, sadəcə alətlər və platforma fərqlidir. Prosesə vizual olaraq da baxaq. Baxın, solda gördüyünüz Cydia, jailbreak edilmiş iPhone-ların alternativ App Store kimidir. Əsas alətləri buradan yükləyirik. Sağda isə işin final nöqtəsi. O, məşhur SSL Kill Switch, yəni sertifikat bərkitməsini söndürən düyməni cihaza köçürürük və quraşdırırıq. Beləliklə bütün bu prosesləri gördük, bu alətlərin nə qədər güclü olduğunu anladıq, amma burada çox vacib bir məqam var. Bu güc özü ilə birlikdə böyük bir mənsuliyyət və ciddi bir risk gətirir. Bu xəbərdarlığa xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Siz bu dəyişiklikləri edəndə, əslində telefonunuzun təhlükəsizlik sisteminin qapılarını taybatay açmış olursunuz. Onu hər cür hücuma qarşı müdafiəsiz qoyursunuz. Ona görə də bunu heç vaxt şəxsi telefonunuzda sınaqdan keçirməyin. Unutmayaq ki, bu alətlər bir cərrahın neştəri kimidir. Düzgün əllərdə həyat qurtarır, yanlış əllərdə isə fəlakətə səbəb ola bilər. Məqsəd sındırmaq yox, daha möhkəmini tikməkdir. Mütəxəssislər bu yolla zəiflikləri tapır ki, pis niyyətli insanlar onları tapmasın. Və bütün bunlardan sonra ağla belə bir sual gəlir. Təhlükəsizlik dünyası əslində bitməyən bir yarışdır. Hər yeni kilid üçün yeni bir açar düzəldilir. Hər yeni qalxan üçün yeni bir qılınc. Görəsən, bu yarışın növbəti mərhələsində bizi nələr gözləyir?